qorxursunuz? Allah'tan qorxmuram, vicdanımdan qorxmuram. Ümumiyyətlə, dinə bağlı insansınız. Dindən Namaz, qorxuram. Mənə böyük imkan oruç. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikir. Hətta bəli. Niyə? Mən ən Dinə böyük mi inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Siz haram, dindarlar hara? Yəni, harada İş çəkişir? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmən o şəhid ailəsi deyilsən anlanıb. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allahın adı ilə. Bismillahirrahmanirrahim. Ya Allah, kömək ol. İndi onu gətirib ekspendiya, o müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Şikayətini bu rəhbərlik bu cür belə şəhər şamata ilə, böhtan atmaqla. Siz müsahibə verirsiniz ki, məscidləri söküb yerində məktəb tikəcəm. Siz sakinlərin heç sağlamlığını nəzərə almırsınız, acınacaqlı vəziyyətdə buraxmırsınız. Sizdən məktəb tikən olar. İskəndər müəllim, sizin keçən çəkilişlərinizdə mən olmuşam. Siz qazilər, şəhid ailələrini alınan haqsızlıqlarla bağlı mən çəkmişdim. Şəhid ailələrinin belə siz pullarını vermirdiniz. Şəhid ailələri, qazilərin pullarını verməmiş, biz həmən çəkilişdə mən iştirak eləmişdim. Çəkiliş edən də mən idim.